O vaxt musiqi məktəbini bitirdim, sonra Azərbaycan'a muzika ilə uçilişi oldu dedilər. Muzika uçilişdə mənə müəllimlərim deyirdilər ki, sən əgər bu istiqamətdə geçsən piyanoçu kimi, dünyanın ən gözəl piyanoçularının sırasında dayana bilərsən. Misal üçün, Van Cliburn kimi, Sviatoslav Richter kimi və s. Amma mənim ən çox sevdiyim İzyanım Vaqif Mustafazade idi. Deməli, beləcə dünya musiqisinə muğam pəncərəsindən baxmağı Vaqifdən öyrəndim. Və sonradan anladım ki, bu dərinliyə baş vurmaq hər insanın işi deyil, hər kişinin işi deyil. Çünki bu çox ağır imtihandır. Hər insanın ürəyi davam getirməz buna. Və sonra zaman vaxt keçdi, elə oldu ki, elə bu muğam sevgisi məni apardı Əlbaba Məmmədovun Humayun ansamblına çıxartdı. Və beləcə həyat alıp apardı məni.
Bizdən həmişə zövq olar bağ-ı mərifət, biz əhli halə ətir saçan yasəmənlərik. Gülüzlülər təranəmizin həsrətini çəkir, bağ-ı vətəndə bülbül xoş nəğməzənlərik. Məşuqəmiz həqiqi Züleyxa-i Misridir. Eşq aləmində Yusifi Gülpirəhənlərik. Löf üzrə tirimiz bizi yazmış şəhid-i eşq. Meydan-ı ədl-i dadidə gülgün kəfənlərik. Tavhid həmişə xəlqimizin xatirindədir. Vahi, o yoxsa ruhi ilə həmvətənlərik. Sağ olun, sağ olun, sağ olun, sağ olun. Atam həkim idi, özü də rengin olur. Hələ insanları da rengin kimi görürdü. O cümlədən sözləri də, sözün mənasını da rengin kimi görürdü. Ona görə də tez-tez yığırdı öz dostlarını, şairləri, musiqiçiləri, bizim evdə toplaşırdılar. Ədəbi məclislər olurdu həmişə. Gözəl, çox gözəl şeirlər, Nəsimidən, Füzulidən, Seyyid Əzim Şirvanidən və s. Mən təbii ki, o vaxtı çox uşaq idim, hələ mənasını başa düşürdüm, anlamırdım. Amma o ab-ı hava ki var idi, o yavaş-yavaş sonradan başa düşdüm ki, içimə, hamısı bu içimə süzülürdü. Və o insanların, o yığışan, o məclisdə olan insanların simaları, misal üçün onların içində bir böyük, indiyə qədər heç vaxt yadımdan çıxmır, bir böyük kişi var idi. O Seyyid Əzim Şirvaninin külliyatını əzbər bilirdi. Və şeir deməyi də elə deyirdi ki, elə avazla şeir deyirdi ki, elə o özü bir gözəl musiqi idi. Yəni onun kimi heç bir aktyor falan, qirayətçi deyə bilməz. Məsəl üçün, təxminən mən özüm hiss edədiyim qədər, Şirvanidən məsəl üçün belə deyildi ki, Bina-i zöhdümü meyseyini birlə ağabə verin, satın bu xirqəmi səccadəni şərabə verin, gəlin bir eyləyinə ibadə xarilər himmət, bu çərxi pürsitəmin dövrün inqilabə verin, xərab olun qutarım ta zəmanə dövründən, bir-iki zam məni xanəman xərabə verin, görün ki, aqibətül əmri kim olur məğbun, bu nəqd-i canimiyə zahidi kitabə verin, vəsiyyətim budur seyyid, vəfatım olduqda, nə qalsa məndən onu vəxv edin, şərabə verin. Sonra yadındadır ki, sonra izah edərdilər. Həşim Qəli vardı, izahat bizə izah edir. Dedi ki, bu şərab mey deyəndə ilahi meydən gedir söhbət. Bu dünyadakı meydən gedmir. İçərsən, belə əli yaddadır, deyir, içərsən, biraz sərxoş alarsan, sonra deyir, onun sonu pis olar, aqibəti pis olar. Amma ki, kim ki bu gəlir o məqama çatır ki, ilahi meydən içməyə ki başlayanda, o əbədi bir, gözəl bir sərxoşluqdur ki, o bitmir və onun da aqibəti çox gözəl olur. İşliysə susuz bir adam. İşliysə adam susuz. Bəli, axtarıram. Bir dəqiqə deyəsən müəyyənləşdirmişəm.